...22 noyabr oğul övladlarının günü kimi qeyd olunur. Oğul deyəndə yada düşən igidlər. Oğullar vətən üçün doğulur, vətən üçün böyüyür, vətən üçün şəhid olurlar. Oğul deyəndə yada düşən igidlər. Ruhunuz şad olsun. Bugün sizlərə borcluyuq. Yəni siz canınızdan vətənə pay verdiniz. Geridə ağrılı, acılı ata, ana, qardaş, bacı qoyub getdiniz. Hər birinizin ruhu qarşısında baş əyirəm. Vətəni vətən edən oğullar. Gününüz mübarək olsun. Ruhunuz şad olsun. Sizlərə borcluyuq. Qarabağımda düşmən at oynadı Araz boyu